Hal-hazırda biz bu dərsimizdə mövzu sınav 37'nin suallarına baxacağıq inşallah. Birinci sualdan başlayaq. Sacıoğlu dövlətinə aid deyil. Deməli, Azərbaycanı ilk dəfə birləşdirən dövlət. Dövlətin ərazisi Dərbənddən Zəncana və Həmədana qədər uzanırdı. Bəli, bu ifadə doğrudur. Ərəblərin Azərbaycan iş yürüşləri nəticəsində bir müddət xilafətdən asılı hala düşmüşdü. Xilafətdən asılı hala düşməyə asılı hala düşüb. Amma burada nə yazır? Azərbaycana ilk yürüşlər, ərəblərin Azərbaycan ilk yürüşləri nə vaxt baş verib? 7-ci əsr. Sacilər nə vaxt yaranıb? 9-cu əsr. Ona görə də bu da daha doğrusu bu elə aid deyil. Budur, doğru cavab B-dir. Şirvanşahlarla həmsərhəd olub. İlk dəfə Azərbaycanı birləşdirib. Rəvvadilər dövlətinin yaranmasına əvvəl meydana gəlib. O da doğru ifadədir. Davam eləyək. İkinci suala baxaq. Albaniya və Atropatena dövlətinə aid oxşarlıqdır. Urmiya göl ətrafında yaranması, xeyr, bu ancaq Atropatenaya aiddir. Orta əsrlərdə yaranmış Azərbaycan dövləti olması heç birinə aid deyil. Bütün Azərbaycanı əhatə etməsi heç birinə aid deyil. Sərhədlərinin Araz çayına qədər uzanması, bəli, hər ikisinə aiddir. Eramızın əvvəllərində yaranması əlbəttə ki, xeyr. Çünki burada fikir verməliyik. Eramızın deyir. Eramızdan əvvəl demir. Ona görə də bu da səhvdir. Xəritəni burada yenə sizin üçün çəkmək istəyirəm. Bilirsiniz ki, bu təxmini olaraq Azərbaycan xəritəsidir. Bu nədir? Bu Kür çayıdır, bu Araz çayıdır, bu Göyçə gölüdür, bu da Urmiya gölüdür. Və biz bilirik ki, Atropatena cənubda olub, Albaniya şimalda olub. Və görürsünüz, Araz çayı, bəli, Atropatenanın şimal sərhəddə Araz çayına qədər olub, Albaniyanın da cənub sərhəddə Araz çayına qədər olub. Ona görə də bu oxşarlıqdır. Üçüncü suala baxırıq. Daha əvvəl baş vermiş hadisəni müəyyən edin. İlk olan hadisəni seçməliyik. Nadir xan tərəfindən ölkənin ərazi bütövlüyünün təmin edilməsi bu 18-ci əsrin əvvəlləri Muğan Qurultayla əvvəl baş vermiş hadisədir. Deməli, bu sonra 2-ci Təhmasib hakimiyyətə gəlməsi. Bu da o dövrə uyğundur. Hərbi donanma yaradılmasına təşəbbüs bu Nadir Şaha aiddir. Nadir xan varsa, burada hələ ki seçim bu ikisi arasında eləyəcəyik. Şəkixanlığın yaranması da Nadir Şahın dövründə olub. Muğan Qurultayının çağırılması da zaten 1736-dır ki, burada Nadir Şah olur. Bunların üçün çıxırıq. Deməli, bu iki hadisədən biridir. Bunu necə müəyyən edəcəyik? Biz bilməliyik ki, 2-ci Təhmasib hakimiyyətə gələndə Səfəvilər dövlətinin torpaqlarının bir çox hissəsi artıq tutulmuşdu. Əfqanlar, Rusiya və Osmanlılar tərəfindən. Sonra Nadir xanın da başçılığı ilə, sərkərdəliyi ilə ölkədən öncə Əfqanlar qovulur. Əfqanların qovulmasından sonra Təhmasib onu Səfəvilər ordusunun komandanı təyin eləyir. Sonraki mərhələdə də deyilir ki, Nadir xanın təşəbbüsü ilə, başçılığı ilə deməli ərazi bütövlüyü təmin edilir. Yəni Ruslar və Osmanlılar da Azərbaycan torpaqlarından çıxarılır. Deməli, burada anlayırıq ki, 2-ci Təhmasibin hakimiyyətə gəlməsi daha əvvəl olub. 2-ci Təhmasib gəlməlidir, Nadir xanı qabağa çəkməlidir, önə çəkməlidir, Nadir xan qəhrəmanlıqlar göstərməlidir və ən sonunda artıq ərazi bütövlüyünü təmin etməlidir, sonra qurultayı çağırmalıdır. Buradan anlamalıyıq ki, bəli, bu 2-ci Təhmasibin hakimiyyətə gəlməsi daha əvvəl olub. B cavabı doğru cavabdır. Dördüncü sualda Səfəvilər dövləti Bayandurlu dövlətindən fərqli olaraq Araz çayından cənubda meydana gəlib. Hər ikisi Araz çayından cənubda meydana gəlib. Bu fərq deyil. Paytaxt Təbriz olmaq oxşarlıqdır. Osmanlılarla mübarizə aparmaq oxşarlıqdır. Şirvanşahlara sahla salmaq, bəli, bu fərqdir. Səfəvilər dövləti Şirvanşahlara sahla saldığı halda Bayandurlu Səfəvilərlə dost və müttəfiq olub. Cənubda İran körfəzinə qədər uzanırdı ərazisi. Bu hər ikisinə aiddir. 5-ci suala baxırıq. İrəvan xanlığı və Naxçıvan xanlığına aid oxşarlıqdır. 18-ci əsrin sonlarında yaranmaları, xeyr, hamısı 18-ci, bütün xanlıqlarımız 18-ci əsrin ortalarında yaranıb. Oxşarlıq deyil. Türkmənçay müqaviləsi ilə Rusiya hakimiyyəti altına düşmələri, bəli, İrəvanla Naxçıvanın oxşarlığı nədir? Deməli, Türkmənçay ilə Rusiya hakimiyyəti altına düşmək.
Əfşarlar dövlətinə qarşı müharibə aparmaq heç bir aparmayıb. Gəncə xanlığı ilə həmsərhəd olmaq İrəvan olub Gəncə deməli İrəvan Gəncə xanlığı ilə həmsərhəd olsa da Naxçıvanın Gəncə ilə sərhəddi yoxdur. 19-cu əsrin ilk 10 illiyində süqut etməli, heç birinə aid deyil. 6-cı suala baxırıq. Deməli müqavilələr Gülüstan müqaviləsi 1-ci Rus-Qacar müharibəsini bitirən və Türkmənçay müqaviləsi 2-cini bitirən müqavilələr. Gülüstanda baxırıq, Rusiya ilə Qacar arasında imzalanıbmı? Bəli. İrəvan xanlığı Çar Rusiyasının hakimiyyəti altına düşməsi qətiyyən bu Türkmənçayda baş verib. 19-cu əsrin əvvəllərində imzalanıbmı? Bəli. Zaten hər iki müqavilə 19-cu əsrin əvvəllərində imzalanıb deyə bilərik. Türkmənçaya baxırıq. Naxçıvan xanlığı Rusiya hakimiyyəti altına düşürdümü? Bəli. Naxçıvan və İrəvan. 1805-ci ildə imzalanıbmı? Xeyr. Bu Kürəkçay müqaviləsidir. Olmaz. Və Rusiya ilə Əfşarlar dövləti arasında da olmaz təbii ki. Çünki Qacarlar arasında imzalanıb. 1AC, 2A, yəni Y cavabı doğru cavabdır. 7-ci suala baxırıq. Xronoloji ardıcılığı müəyyən etmək lazımdır. Deməli, ilk bəzi əşyaların hazırlanmasını birinci götürməliyik. Çünki ilk bəzi əşyaları daşdan və sümükdən hazırlanıb artıq. Daha sonra daş dövrünün sonunda ilk metal, yəni mis kəşf olunmalıdır. Kotanın ixtirası da tuncdan sonradır. Məsələn, tunc dövründə xış ixtira olunmalıdır ki, ondan sonra dəmirin kəşfindən sonra artıq kotan ixtira edilsin. Ona görə də burada 2-3-1 olmalıdır. 2-3-1 B cavabı. Uyğunluğu müəyyən edin. Uyğunluq gözlənilməyib, daha doğrusu. Yəni, səhv olanı, burada səhv cümləni tapmalıyıq. Aşur dövləti ilə ittifaq qurmuşdu Manna dövləti. Bu doğrudur. Roma qoşunlarını məğlub edib Atropatena. Bu da doğrudur. Ərazisinə Göyçə gölü daxil idi Albaniya dövlətinin. Bu da doğrudur. İranzun son hökmdarı idi Manna dövlətinin. Təbii ki, bu doğru cavabdır. Bu yanlışdır. Bu ifadə yanlışdır. İranzu Mannanın nə ilk, nə də son hökmdarı deyil, ən məşhur hökmdarıdır. Və onun dövründə Manna güclü dövlətə çevrilib. Ərazisi qismən Azərbaycan Respublikasının ərazisinə uyğun gəlirdi Albaniya dövlətinin. Bu da doğru ifadədir. 9-cu suala gəlirik. Orta əsrlərdə baş verən hadisələrdən hansı daha sonra baş vermişdi? Burada uşaqlar diqqət eləməliyik. Orta əsrlərdə baş verən hadisələr deyir. Siz həmən son hadisəni, daha sonra baş verən hadisəni seçsəniz, yanıla bilərsiniz və fərqli cavab götürə bilərsiniz. Çünki burada Pənahabad qalasının inşa edilməsi yeni dövrdə baş verib, orta əsrlər deyil və Əfşarlar dövlətinin yaranması da yeni dövrdür. Sonra, bəli, nə qalır burada? Orta əsrlərə aid 3 dənə burada CDY qalır. Çünki bu ikisini çıxırıq. Niyə? Çünki bunlar yeni dövrdür. Dolayısıyla seçim edərkən bu 3 arasında eləyəcəyik. AB-ni həmən kənar atmalıyıq. Çünki orta əsr istəyir. Orta əsrdə baş verən ən sonuncu hadisəni seçəcəyik. Belə suallarda maksimum diqqətli olmalıyıq və deməli, burada baxırıq, Ərdəbil hakiminin yaranması 13-cü əsr, üzr istəyirəm, alınmadı, 13-cü əsr, 1-ci Təhmasib şah elan edilməsi Şah İsmaildən sonra, yəni 16-cı əsr, Teymurilərin Azərbaycan ilk hücumları, bu da bizim kitabda tam dəqiq verilməsə də, amma biz bilirik ki, Qara Yusifin dövrünə təsadüf eləyir. Təxminən 14-15-ci əsrin keçidi. Ona görə də 13, 14, 15, 16 bu şəkildə gedəndə bunların içərisində ən sonra baş verən hadisə Təhmasibin şah elan edilməsidir. 10-cu suala baxırıq. 15-ci əsrdə Ağqoyunlarda sənətkarlıq və ticarətin inkişafına müsbət təsir göstərdi. Bəli, bu nə olacaq? Bu, Uzun Həsən tərəfindən qanunnamənin qəbul edilməsi. 11-ci suala gəlirik. Deməli, Səfəvilər dövlətinin 16-cı əsrin ilk 10 illiyi tarixinə aid olan hadisəni müəyyən etməliyik. İlk 10 illik uşaqlar nə olur? 1501-dən 1510-a qədər. Bu nəyə görə lazımdır? Çünki burada Çaldıran döyüşündən danışır. Baxın, Çaldıran düzündəki döyüş. Bu bilirsiniz ki, 1514-də olub və bu 14 olduğuna görə 2-ci 10 illikdir. Ona görə bunu çıxırıq. Bayandurlu qoşunu məğlub edərək Təbrizi ələ keçirmək. Təbrizi ələ keçirmək Səfəvilər dövlətinə aid deyil.
ələ keçirəndən sonra dövlət yaranıb. Bunu da çıxırıq. Bəli, 2 cavab qalır. Aşağı baxan üçbucaq və yuxarı baxan üçbucaq, şərq ölkələrinin fəth edilməsi, bəli, və Avropa ilə iqtisadi və siyasi əlaqələrin yaradılması. Bu da təbii ki, Səfəvilər dövləti yaranandan sonra Şah İsmayıl bu hər iki deməli fəaliyyəti ona aid eləmək olar. Beləliklə burada cavab Y olur. 12-ci suala gəlirik. 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycan mədəniyyətinə aid deyil. 19-cu əsrin ikinci yarısı və Şimali Azərbaycan mədəniyyəti diqqətli olmalıyıq, aid olmamalıdır. Milli teatrın yaranması, Milli teatr 19-cu əsrin ikinci yarısına aiddir. Bunu çıxırıq. Milli operanın yaranması, bəli, bu 20-ci əsrdə baş vermiş hadisədir. Qori müəllimlər seminariyasının fəaliyyətə başlaması, bu da Gürcüstanda fəaliyyətə başlayan bir demək seminariyadır, yəni təhsil müəssisəsidir. Gürcüstanın Qori şəhərində. Burada da Azərbaycan mədəniyyəti dediyinə görə biz burada bunu da çıxırıq. Yeni tipli məktəblərin açılması, bəli, açılıb. 19-cu əsrin ikinci əsr yarısında baş vermiş yeniliklərdəndir. 2 ilə 3 aid deyil, yəni doğru cavab D-dir. 13-cü suala baxırıq. Şimali Azərbaycanın Çar Rusiyasının hakimiyyəti altındakı dövrünə aiddir. Yenə Şimali Azərbaycan Çar Rusiyasının hakimiyyəti altındakı dövr. Yəni biz burada təxminən Gülüstan müqaviləsindən və ya Türkmənçay müqaviləsindən 1917-ci ilə qədər olan hadisələri götürürük və bu dövrə aid hadisəni tapmalıyıq. Şəki və Qarabağ xanlığının işğal edilməsi, biz bilirik ki, bu Gülüstana qədər olub, ona görə olmaz. Xalq Cümhuriyyətinin qurulması Çar əsarətindən sonra olub, bu da olmaz. Səttarxanın başçılığı ilə Təbriz üsyanı. Bəzi şagirdlərimiz bunu götürüb, diqqətsizlik eləyib, düşünürlər ki, Səttarxan hadisəsi 20-ci əsrin əvvəllərindədir. Amma yanılırlar. Niyə görə yanılırlar bunu götürməkdə? Çünki Təbriz Azərbaycanın cənubudur. Bu isə Şimali Azərbaycan soruşur. Ona görə də burada bunu götürmək olmaz. Cəlbalakənin işğal olması da ki, yenə Gülüstan müqaviləsindən əvvəl olub və qalır doğru cavab Y. Bəli, Çar əsarəti dövründə Azərbaycanlılar Rus ordusunda yüksək rütbələrə xidmət göstəriblər. Kimdir bu? Bilirik ki, general rütbəsinə qədər yüksələn ən azından kimi tanıyırıq biz? Birinci Dünya müharibəsində Çar Rusiyasına xidmət eləyib. Bəli, bunlar Səməd bəy Mehmandarov və Əlağa Şıxlinskidir. Onları nümunə olaraq bu cavaba götürmək olar. Onları nümunə alaraq. Gəldik 14-cü suala. Deməli, verilmiş şəxslərdən heç birinə aid olmayan ifadəni tapmalıyıq. Rəsulzadə, Topçubaşov və Mehmandarov. Xalq Cümhuriyyətinin prezidenti olmuşdu. Bəli, elə doğru cavab budur. Çünki Azərbaycan Xalq Cümhuriyyətində prezident vəzifəsi olmayıb. Elə burada doğru cavab A-dır. Yəni, o birli cavabları kimə aid olduğunu müəyyən edək. 20-ci əsrin əvvəllərində millətin azadlığı üçün çalışan ziyalarımızdan olub. Bu, Topçubaşov və Rəsulzadəyə aiddir. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında iştirak etmişdi. Yenə hər ikisinə aiddir. Hətta Mehmandarovu da götürmək olar. 18-20-ci illərdə milli ordumuzun quranlardan biri idi. Milli ordumuzun quranlardan biri təbii ki, Səməd bəy Mehmandarov, bilirsiniz ki, hərbi nazirimiz olub. Hətta o birilərini də saymaq olar, çünki onlar da hökumətə başçılıq edən şəxslər olub, dövlətimizə başçılıq edən şəxslər olub o dövrdə. Bunu da çıxırıq təbii ki, və Azərbaycan Xalq Cümhuriyyətinin parlament sədri olmuşdu, bilirsiniz ki, bu Topçubaşovdur. 15-ci əsrə gəlirik, deməli, 15-ci əsr Azərbaycan tarixinə aiddir. Ərdəbil hakimliyinin yaranması. Xeyr, bu 13-cü əsrdir. Şirvanşahlar dövlətinin Səfəvi dövlətindən asılı hala düşməsi. Bu 16-cı əsrdir. Səfəvilər dövlətinin yaranması 16-cı əsrdir. Qara Yusif tərəfindən Şeyx İbrahimin məğlub edilməsi. Bəli, bu 15-ci əsrdir. Çünki Qara Yusif dövləti yaradandan sonra 1410-cu ildə ondan sonra Şeyx İbrahimlə savaşıb, döyüşüb və onu məğlub edib əsir götürüb. Teymurilər dövlətinin yaranması da təbii ki, Azərbaycan tarixinə ümumiyyətlə aidiyyatı yoxdur. Deyəlim ki, lap şübhələnirsiniz ki, Teymurilər dövləti 15-ci əsrdə yaranıb da, belə ehtimal edirsiniz. Qara Yusif mövzusunda keçir axı. Amma Teymurilər dövləti Mərkəzi Asiyada yaranan bir dövlət olduğuna görə onu biz Azərbaycan tarixi kimi götürə bilmərik. Gəlirik 16-cı suala. 1920-ci ilin martında
Bizim ağlımıza həmən nə gəlir? Qarabağda ermənilər qiyam qaldırır, Cumhuriyyət dövrü və sonra Əsgəran döyüşündə o qiyamçılar yatırılır. Erməni daşnaq qüvvələri məğlubiyyətə uğradılır və ermənilər, Qarabağda yaşayan ermənilər Azərbaycan hakimiyyətini tanıyır. Baxırıq burada buna uyğun cavab varmı? Bəli, B cavabına baxırıq. Əsgəran döyüşündə erməni daşnaq qüvvələri məğlubiyyətə uğradıldı. 17-ci sual. Azərbaycan Xalq Cümhuriyyətinə aid hadisələrdən hansı daha sonra verilmişdir? Yenə də burada daha sonranı seçərkən ümumiyyətlə bunların içərisində ən son olanı yox, eyni zamanda Cumhuriyyətə aid ən sonu götürməlisiniz. Burada Cumhuriyyətə aid olmayanları gəlin, aid olmayanları müəyyən edək. Varmı belə bir ifadə? Əslində yoxdur. Dolayısıyla Cumhuriyyətə aid, buradakı hadisələrin hamısı Cumhuriyyətə aiddir. Amma gəlin ən sonra olanı seçək. Bakıda Ali Məktəb Bakı Dövlət 19-cu ildir. Osmanlı ilə saziş 18-ci ildir. Respublika idarə formasının elan olunması, yaranması yəni 18-ci ildir. Paytaxtın Bakıya köçürülməsi sentyabr 18-ci ildir. Milli ordunun yaradılması 18-ci ildir. Bəli, bunlar hamısı 18 və 19 olduğuna görə A-nı götürürük. Bakı Dövlət Universitetinin yaradılması. 18-ci suala gəlirik. Abbasqulu Ağa Bakıxanovla bağlı sualdır. Onun fəaliyyətlərini istəyir. Astronomiya elmi ilə məşğul olub. Bəli, Nəsrəddin Tusi ilə Bakıxanov oxşarlığı nədir? Astronomiya elmi ilə məşğul olmaq. Və bir də xalqımızın savadlanması üçün mübarizə aparmışdı. Bəli, hətta bilirsiniz ki, məktəb açmaq istəyirdi. Qafqaz Canişinə müraciət eləmişdi və bu layihəsi düzdür, həyata keçməsə də ən azından buradan biz anlayırıq ki, o xalqımızı savadlandırmağa çalışırdı. Bakı xanlarının qurucularından deyil, amma Bakı xanlarının nəslindəndir. Rusiyada tarix elminin əsasını əlbəttə ki, qoya bilməz. 1-3, yəni D cavabı doğru cavabdır. 19-cu əsrdə, 19-cu sualda Səlcuqların Azərbaycanı fəth etməsi nəticələrinə daxil deyil. Türk dili ortaq ünsiyyət vasitəsilə çevrildi. Ölkənin mədəni həyatına tənəzzül baş verdi, yanlış. Doğru cavab budur, bəli. Tənəzzül yox, mədəniyyətimizdə nə baş verdi? İnkişaf baş verdi. Tənəzzül zəifləmək deməkdir. Ona görə də bu olmaz. Digər ifadələr, bəli, nəticə kimi götürə bilərik. Səlcuqların gəlişinin nəticəsi. Gəldi 20-ci suala, mətn sualıdır. Deməli, Azərbaycan xalqı içərisində narazılıq getdikcə artırdı. Çünki SSR hökumətinin xalqımıza qarşı düşmənçili mövqeyi getdikcə daha aydın olurdu. Qərbi Azərbaycan Ermənistandan qovulan həmvətənlərimizin acınacaqlı vəziyyəti də xalqımızın səbr kasasını doldurmaqda idi. Bu mətndən biz nə anlayırıq? Mətn görürsünüz, SSR-nin son dövründən bəhs eləyir. Yəni ki, o 80-ci illərdən bəhs eləyir ki, artıq narazılıq artırdı, SSR zəifləmişdi və SSR hökuməti xalqımıza qarşı düşmənçili mövqeyi, yəni anti-Azərbaycan mövqeyi sərgiləyirdi, ermənipərəst mövqeyi sərgiləyirdi və Qərbi Azərbaycandan da bilirsiniz ki, son olaraq 1988-ci ildə Azərbaycanlıların deportasiya edilməsi vəziyyəti daha da ağırlaşdırır və xalqımızın səbir kasası daşır, belə deyək. Və buradan nə anlayırıq? Buradan biz C cavabını anlayırıq ki, 20-ci əsrin sonlarında SSR hökumətinin Azərbaycana qarşı münasibətindən bəhs olunur. Digər ifadələr yanlışdır. Məncə təhlil eləməyə ehtiyac yoxdur. 21-ci sual Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrə aid deyil. Burada cavab nə olacaq? Burada cavab Y olacaq. Burada nə yazır Y-də? Diqqətlə oxuyaq. Qarabağı işğaldan azad etməklə Respublikamızın ərazi bütövlüyünü təmin etdi. Biz bilirik ki, bu 2020 və 23-cü illərdə İlham Əliyev tərəfindən Qarabağ işğaldan azad olunması nəticəsində baş verib. Əlbəttə ki, bunun Heydər Əliyevə yox, İlham Əliyevə aidiyyatı var, aiddir. Ona görə də burada cavab Y-dir. Digər ifadələr hamısı Heydər Əliyevin prezidentliyi dövrünə aiddir. 22-ci sual açıq suallarımıza gəlirik. Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil. Cümhuriyyətinə aid deyil. Parlamentin fəaliyyət göstərməsi aiddir. Mars soyqırımının adlanan hadisənin qarşısını ala bilməməsi. Ümumiyyətlə, Mars soyqırımı hadisəsi baş verəndə Cumhuriyyətimiz yox idi. Ona görə də bu Cumhuriyyətə aidiyyatı yoxdur bu ifadənin. Bir daha izah edirəm. Bir çox uşaqlarımız bu sualı mənə verdilər. Ki, müəllim, zaten onun qarşısını ala bilməyib ki, deyir.
Amma yoxdur ki, alsın və ya ala bilsin. Orada fərq eləmir. Yəni Azərbaycan Xalq Cümhuriyyətinə aid deyil. Düzdürmü? Deyir, aid olmayanları seç. Mart soyqırımı adlanan hadisənin qarşısını ala bilməməsi. Bəli, belə bir bilməsi və ya bilməməsi fərqi yoxdur artıq burada. Fakt ala bilməyib də qarşısını. Belə bir şey yoxdur. Niyə ala bilməyib? Çünki o özü olmayıb. Olmadığı üçün zaten burada da deyir ki, Cümhuriyyətə aid olmayanı seç. İfadələri, aid olmayan ifadələri seç. Bəli, bu ifadə yanlışdır. Sonra 11-ci Sovet ordusu tərəfindən Bakının Bolşevik daşnaq qüvvələrinin təmizlənməsi. Bu aiddir. Yox, üzr istəyirəm, səhv getdi. Bu da aid deyil. Çünki 11-ci Sovet ordusu tərəfindən Bakının Bolşevik daşnaq qüvvələrinin təmizlənməsi bu Sovet ordusu tərəfindən yox, Nuru Paşa və Osmanlı əskərlərinin və Azərbaycanlı hərbçilərin dəstəyi ilə bir yerdə deməli mübarizəsi ilə sentyabrda Bakı təmizlənib. Təbii ki, bu da aid deyil. Ona görə üçü də götürürük. Azərbaycanda ilk dəfə Respublika idarə sisteminin tətbiq edilməsi təbii ki, bu aiddir, elə cümhuriyyətdir. Azərbaycan marşının dövlət himni kimi təsdiq edilməsi təsdiq edilmədiyinə görə, çünki işğala məruz qalırıq, bu da aid deyil. Bakı Dövlət Universiteti də açılıb. Deməli, burada doğru cavablar 2, 3 və 5-dir. Gəldi 23-cü sual xronoloji ardıcıllıqdır. İkinci Dünya müharibəsi başlaması 1939, Leyli və Məcnun operası 1908, Uzaq Sahillər filminin ili kitabımızda yoxdur, amma ehtiyac yoxdur. Çünki müharibədən sonra çəkilib, 45-dən sonra çəkilib. Deməli, burada biz necə tapırıq o zaman? 2, 1 və 3 olmalıdır. 24-cü suala gəlirik. Hadisələrdən hansıların yerlərini dəyişsə doğru xronoloji ardıcılıq alınır. Mart soyqırımının gününün elan edilməsi Heydər Əliyev tərəfindən 1998-dir. Birinci qurultay Dünya Azərbaycanlıların 2001-dir. Dədə Qorqudun dastanının 1300 illik yubileyi 2000-ci ildir və nəhayət Heydər Əliyevin vəfatı 2003-cü ildə baş verib. Deməli, burada görürsünüz ardıcıllıq 2 ilə 3-də pozuldu. 98, 2001, 2000, 2003, amma nə olmalıdır? Ardıcıl olmalıdır deyə biz ikinci və üçüncü hadisələrin yerini dəyişməliyik. Bu, bura gəlməlidir, bu da bura getməlidir. Ona görə də ardıcıllığı düzgün geçsin deyə 2 ilə 3-ü seçməliydik cavabda. 2 və 3 seçməliydik. Və nəhayət sonuncu uyğunluq sualına gəlirik. Çar Rusiyası və Sovet Rusiyası. Deməli, Çar Rusiyası 1917-ci ilə qədərdir. Sovet Rusiyası da 1917-də yaranıb. Birinci Dünya müharibəsi gedişində yaranan təbii ki, bu Sovet Rusiyasıdır, bilirsiniz. Və yaranandan sonra müharibədən çıxır. Birinci Dünya müharibəsindən bir tərəfli qaydada müharibədən müqavilə imzalayaraq müqavilədən çıxmış sayılır. Birinci Dünya müharibəsini yəni davam etdirmir. Azərbaycan xalqlarının işğal etməsi bu Çar Rusiyasıdır təbii ki. Xalq Cümhuriyyəti ilə müttəfiq olmaq heç birinə aiddir. Sovet Rusiyası Cümhuriyyətlə eyni dövrdə olsa da, amma ondan düşmən olub və bu dövlətimizi qəbul etməyib, belə deyək, tanımayıb və sonunda da onu süquta uğradıb. Azərbaycan xalqının milli mənəvi dəyərlərinə hörmətlə yanaşma heç birisi Azərbaycanın xalqının milli mənəvi dəyərlərinə təbii ki, hörmətlə yanaşmayıb. Tam tərsinə milli mənəvi dəyərlərimizi zəiflətməyə və yox eləməyə çalışıblar. Dolayısıyla 1 olur B, 2 də olur A. Beləliklə, əziz şagirdlər, bu dərsimizin də sonuna çatdıq. İnşallah növbəti dərslərimizdə görüşənə qədər imtahana artıq sınağa az qalıb, daha çox çalışmaq lazımdır, daha çox təkrarlar etmək lazımdır. Həvəsdən düşmək olmaz, yoruldum demək olmaz. Yorulmadan, usanmadan yolumuza davam eləməliyik, mübarizəmizə davam eləməliyik. Hər birinizə uğurlar arzu edirəm. İnşallah növbəti dərslərimizdə görüşənə qədər salamat qalın.